İnsan dayı buyur. Mevludun balamızın təbrik edirəm. Allah atasına, anasına səbir versin. Cəmi şəhid atalarının analarına səbir verirəm. Bu gün məclisimizdə Zakir əmimiz də buradadır. Allah ona da Sevindirici aldı bəli. gəlib boşluqla bizə Allahın canı salamat eləsin. Sağ ol. Allah köməyin olsun sənin də. Bax, qəmdə xəstələnib Allah ona da şəfa versin. Amin, amin. Bütün xəstələrimizə şəfa versin. Yev dəyirik. Sağ ol. Var olasın. Kim gəlmək istəsə elə gəlib məni görür, gedər. Gələn bir yerdə gedərik. Allah sizi var eləsin. Buyur Arif əmi. Rövşən balamızın cənnətdəki mövludun mübarək olsun. Allah cəm şəhərlərimizə rəhmət eləsin. Allah İmam Hüseynindən ayrı sanmasın. Sağ ol, sağ Allah kömür. Var olasın. Şəkətən buyur. Allah balanızın məmnun mübarək eləsin. Allah atasına səbir versin. Allah sənin köməyin olsun. Sağ ol bana. Allah razı olsun. Çox sağ ol. Həkim Allah səni var eləsin. Sən həqiqətən Allah onu rəhmət eləsin. Övladın vətən keşiyindədir. Sağ-salamat evə dönsün. Bu günləri qəhrəman şəhid valideynlərin hər zaman olduğu kimi bu gün də yanındasan. İstərdim ki, bu gün sizə bir iki kəlmə deyəsiniz. Buyur. Deyəcəm, bu birinci şəhid atası desin. Ha, buyur Zaram. Mən belə ilə gedirdim, ona görə bilmirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, yaralarımıza Allah şəfasını qismət eləsin. Bu günlərin şəhid balamızın mövludun mübarək olsun. Allah İmam Hüseynindən ayrı salmasın. Siz də sağ olun ki, çəkəsiniz, işıqlandırırsınız. Allah canınıza dəyişsin. Borcumdur. Zaramı qarşında baş əyirəm. Siz də vətən uğrunda övlad qurban veribsiniz. Var olasın. Sağ olasın. Allah köməyin olsun. Allah səndən razı olsun. Sənin zəhmətin, əziyyətin böyükdür. Həmişə şəhid ataların, ailələrin yanında olursa. Allah ona rəhmət eləsin. Bugün fevralın 14-ü Bilasvar rayonunun Nərman kəndində şəhidimiz Rövşən Elşanoğlu İnullayevin mövlududur. Cənnətdəki mövludun mübarək olsun. Atasına, anasına, yaxınlarına səbir versin. Bugünkü gündə Azərbaycanda şəhid mövludları var. Cənnətdəki mövludların mübarək olsun. Sağ ol, Allah razı olsun. Nərman, şəhid atası Nərman atamız da biraz xəstələnib, Allah ona da şəfa versin. Amin. Amin. Allah şəfasını Amin. Versin. Allah bütün xəstələrə şəfa versin. Sağ ol, sağ ol. Sağ ol. Həmdən Hüseyin buyur. keçən kimi sola döndüyünü görəcəksən. Ehsan Aliyev qəşəng Onun cənnətdəki mövludun mübarək eləsin. Hə, sıra. Can sağlığı versin. Sıra sola dön. Cəm şəhidlərimə rəhmət eləsin. Çox sağ ol. Var ol. Burada şəhidimizin sinif yoldaşları da əyləşib. İstərdik ki, yəni bütün xatirələr sinif yoldaşların yanında olar. İstərdik ki, elə sinif yoldaşlarından da bir iki kəlmə götürək. Gələn ayaqlarınız var olsun. Müəllim, elə ilk sözü sizdən götürəcək. Bugün qəhrəman şəhidimiz sizin sinif yoldaşınızdır. Siz fəxrlə, qürurla danışa bilərsiniz ki, sizin sinif yoldaşınız bugün rahat, sərbəst azadlığımız üçün canından keçdi. Buyur, söz sizdə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Çox sağ olun, gələn həyat var olsun. Rövşən bir sinif yoldaşı kimi necə xatırlayırsınız? Yəni bugün vətən uğrunda canından keçib, ancaq istərdik ki, dilinizdən bir iki kəlmə eşidək Rövşən haqqında. Rövşən onsuz da uşaqlıqdan da necə deyim, qəhrəman, necə deyim, vətənpərvər bir dostumuz, qardaşımız idi. Yəni məktəb vaxtlarından elə həmişə ürəyi vətən üçün döyünür. Hərbiyədən marağı var idi, yeni məktəb vaxtından deyib ki, hərbiyə gedəcəm, getdi və Arzusunu da çatdı. Allah şəhidlərimizə. Çox sağ ol müəllim. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Var olasın. Buyur. Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Bugün rahat yaşamağımızı səbəb onlara borçluyuz. Allah rəhmət eləsin bir daha. Var olasın. Allah rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Sağ olun. Çox sağ ol. Təşəkkür edirəm. Gələn ayaqlarınız var olasın. Allah sizi var eləsin. Hal-hazırda şəhid valideynləri gəlməkdə davam edir. Böyük bir izdihamla şəhidlərimizin bugün mövlud günlərin qeyd olunur. Allah cəm şəhidimizi rəhmət eləsin. Bilal əmi, gələn ayaqların var olsun. Bugün bir aksaqqal kimi, həm aksaqqal, həm də qəhrəman atası kimi. İstərdim bir iki kəlmə sizdən götürək. Buyur.
Salamlayıram hər bir kəsi şəhid valideyn başda olmaqla. Şəhid balamızın günləri məvlud günüdür. Yaşayan balamızın oğlunun. Allah onun mevludunu mübarək edin, cənnətin mevludu. Allah atasına asa can sağlığı versin. İmam Hüseyin xatirinə. Bizim şəhidlərin İmam Hüseyin ayrı salmasın. Allah bizim ordumuzu, millətimizi qorusun. Hal-hazırda şaxtada, soyuqda bizim hərbiçilərimiz var, zabitlərimiz, əskərlərimiz var. Allah onları qorusun, İmam Hüseyin xatirinə. Sağ-salamat gəlsinlər evlatdan, atalarına. Allah sənin canını sağ eləsin. Allah bizim bu qazilərimizə can sağlığı versin. Allah onlara sağlam ömür versin inşallah. Yaxşı yaşasınlar. Allah canını sağ eləsin. Minnətdaram. Bizim əslində şəhidlərimiz öz sözlərini deyib, biz də ara bir deyirik də. Sağ olun, var olun, minnətdaram. Sağ olun. Var ol əmcan. Qarşında baş əyirik. Allah sizi var eləsin.